Hər vaxtınız xeyir əziz tamaşaçılar. Bəli, efirimiz iqtisadiyyat xəbərlərlə davam edir. Studiyada mənəm Namiq Əliyev. Azərbaycanın iqtisadiyyatında şaxələnmə prioritet olaraq qalır və qeyri-neft sektorunda ciddi artım müşahidə olunur. Bu açıqlamanı İqtisadiyyat Naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankının illik toplantıları çərçivəsində təşkil olunan özəl sektor forumunda edib. Bildirib ki, 2021-2025-ci illərdə qeyri-neft qaz iqtisadiyyatının orta illik artımı 6% təşkil edib. Bu sektorun ÜDM-də payı isə 58%-dən 71%-ə yüksəlib. İslam İnkişaf Bankı qrupunun Azərbaycanda uzun müddətli əməkdaşlıq tarixi var. Qrup bir sıra bankları kredit xətləri ilə fəal şəkildə dəstəkləyib. Bu fikirləri İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının baş direktoru Xalid Xalafalla səsləndirib. Biz həmçinin Azərbaycanda lizinq şirkətlərini də dəstəkləyirik ki, onlar kiçik və orta sahibkarlıq subyektlərinə yardım göstərə bilsinlər. Azərbaycan korporasiya 2023-cü ildə 49-cu üzv kimi qoşulub. O vaxtdan bəri ümumilikdə 164 milyon dollar həcmində sığortalanmış biznes əməliyyatları həyata keçirmişik. Ən vacibi yaxın zamanda telekommunikasiya sektorunda mühüm bir əməliyyatı sığortalamışıq. Bu, xüsusilə telekommunikasiya sektorunun bərpası baxımından çox önəmlidir. Bundan başqa nəqliyyat da daxil olmaqla infrastruktur layihələrini də dəstəkləmək potensialımız var. Azərbaycanda ilk sukukun İslam istiqrazının buraxılışına hazırlıq gedir. Bu barədə Mərkəzi Bankın sədri Talih Kazımov Bakıda keçirilən İslam İnkişaf Bankı qrupunun 51-ci illik toplantısında məlumat verib. Bildirib ki, istiqrazların buraxılışı maliyyə sektoruna daha da şaxələndirilməsinə xidmət edəcək. İslam maliyyəsi, sosial rifahı və etik investisiyaları ön plana çıxarmaqla dayanıqlı inkişafı təşviq edir. Spekulativ əməliyyatlar və həddən artıq borclanmadan qaynaqlanan riskləri məhdudlaşdırır. Azərbaycanda crowdfunding və ya kütləvi maliyyələşmə haqqında yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında müzakirə edilən qanun layihəsi ilə ölkədə ilk dəfə səhm və borc əsaslı crowdfunding institutunun hüquqi bazası yaradılacaq. İKT və süni intellekt sahəsinə investisiya mexanizmi sadələşdirilir. Bu məqsədlə kütləvi maliyyələşmə və crowdfunding haqqında yeni qanun layihəsi hazırlanıb. Kütləvi şəkildə kiçik məbləğli vəsaitlərin cəlbini nəzərdə tutan qanun ölkədə ilk dəfə səhm və borc əsaslı crowdfunding institutunun hüquqi bazasını formalaşdıracaq. İdeya yalnız maliyyələşdirildikdə, o biznesə çevrildikdə, bazara çıxarıldıqda, kommersiyalaşdırıldıqda, bu halda onun iqtisadi nəticəsi olur. Başqa sözlə desək, innovasiyanın iqtisadi məhsula çevrilməsi üçün maliyyə mexanizmlərinə ehtiyac vardır və təqdim edilmiş qanun layihələri də məhz bu mexanizmlərin yaradılmasına xidmət edir. Layihəyə əsasən startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin alternativ maliyyə mənbələrinə çıxışı genişləndirilir. Süni intellekt, rəqəmsal texnologiyalar, kibertəhlükəsizlik, innovasiya məhsulu, texnologiya transferi, freelancer və digər rəqəmsal iqtisadiyyata aid anlayışlar qanunvericilikdə təsbit edilir. Rəqəmsal texnologiyalar sahələrində çalışan hüquqi və fiziki şəxslərə mənfəət, əmlak və torpaq vergisi üzrə 20 il müddətinə güzəştlər təklif olunur. Təkliflər sırasında bu sahələrdə çalışan yüksək ixtisaslı mütəxəssislərin əmək haqlarına tətbiq olunan gəlir vergisinin 20 il müddətinə 0% dərəcəsi ilə hesablanması da var. Bununla da hökumət ölkəyə yüksək ixtisaslı kadrların cəlbini və innovasiya sektorunun inkişafını stimullaşdırmağı hədəfləyir. Xaricdə təhsil almış mütəxəssislərin ölkəyə qayıtmağı, ümumiyyətlə startapların ölkəyə gəlməyi, onunla bağlı təbii ki, qanunverici ona da xidmət edəcək. Hesab edirik ki, orada da geri qayıdan mütəxəssislər üçün kifayət qədər böyük güzəştlər var. Tamamilə razıyam ki, biz özümüz xaricdə təhsildə bizim dövlətin ayırdığı vəsaitin bəhrəsini görmək üçün, o mütəxəssisləri ölkəyə cəlb etmək üçün hər cür şərait yaratmalıyıq. Müvafiq qanunlara təklif edilən dəyişikliklər kiçik səhmdarların hüquqlarını qoruyan yeni mexanizmlər yaradır. Həmçinin startaplar, crowdfunding və venture investisiyaları üçün də yeni vergi güzəştləri təklif olunur. Şirkətlərdə direktorlar şurasının hüquqları genişləndirilir, rəqəmsal xidmətlər üzrə xarici ödənişlər sadələşdirilir, korporativ müqavilələrdə xarici hüququn tətbiqinə icazə verilir. Əli Rızayev, Elçin Tağıyev, Əntiqə Fərəcova, ASTV İqtisadiyyat.
Asta ve iqtisadiyyat davam edir. Ələt azad iqtisadi zonasında istehsal olunan mallara 15 illik gömrük güzəşti veriləcək. Məsələ Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında müzakirəyə çıxarılan gömrük tarifi haqqında qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihə əsasən iqtisadi zonada tamamilə istehsal edilmiş və ya kifayət qədər emal olunmuş Azərbaycan mənşəli malların müəyyən şərtlərlə ələt azad iqtisadi zonasına gətirilməsi zamanı yeni gömrük güzəşti tətbiq ediləcək. Dəyişikliklər ixrac yönümlü istehsalın təşviqi, ələt azad iqtisadi zonasında fəaliyyət göstərən müəssisələrin rəqabət qabiliyyətinin artırılması, investisiyaların cəlbi və ölkənin ixrac potensialının genişləndirilməsini hədəfləyir. Davam edək. Bakıda yerli şirkətlərin tanıtım sərgisi keçirilir. İyunun 20-sinə qədər davam edəcək sərginin keçirilməsində məqsəd yerli biznesin inkişafına dəstək verməkdir. Üzerimdə olan bu məhsullar yerli şirkətlərin geyimləridir. Bu məhsullar yerli şirkətlərin tanıtım sərgisində nümayiş olunur. Ümumilikdə sərgidə 300-dən çox şirkət təmsil edilir. 7 ildir keçirilən sərgi yerli şirkətlərin məhsul və xidmətlərinin təqdim edildiyi ən böyük platformalardan biridir. 33% sərginin istehsalçılar tutur, yer alır sərgimizdə və 40 min ziyarətçi gözləyirik. Bu il daha da böyük 2 hissəli bir zona qurduq və burada biz həm sahibkarların dövlət qurumları ilə görüşləri, dövlət qurumları ilə müzakirələri, eyni zamanda iri holdinglərin tədrisat rəhbərləri ilə, iri holdinglərin direktorları ilə görüşlərini təşkil edirik. Bu ildə KOBİ, mikro və kiçik sahibkarlıq subyektlərinin sərgidə ödənişsiz iştirakına dəstək göstərib. Biz parfum istehsal edirik, yerli brend olaraq öz kolleksiyamız var və KOBİ bizə bu şəraitə görə çox dəstək verir tanıtım məsələsində və bugün də burada bir çox şirkətlər, tanınmayan şirkətlər bizi tanıdılar və mən onlardan networking əlaqə keçmişəm. Sərgidə qurulmuş xüsusi stenddə 10-a yaxın KOB subyektinin tekstil, bambuq divar panelləri, qapı istehsalı, ətir, kəlağayı, qənnadı məlumatları, mühasibatlıq, kadr və maliyyə, laboratoriya xidmətləri nümayiş olunub. Daxili bazarda fəaliyyət göstərən şirkətlər artıq daha yaxından bir-birini tanımış olurlar və daxili ehtiyaclarını bir-biri ilə görüşərək təmin etmə fürsəti yaranır. Sərginin təşkilində əsas məqsəd yerli şirkətlərin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onların yeni bazarlara çıxışına dəstək olmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Şəki ipəyindən hazırlanan kəlağaylarla bugün sərgiyə gəlmişik. Bu cür sərgilər yerli istehsalçıların öz mallarını və xidmətlərini təqdim etmək üçün çox gözəl imkanlar yaradır. Qeyd edək ki, Bakı Expo mərkəzində keçirilən sərgi iyunun 20-sinədək davam edəcək. Gülşahinə Mahmudova, Novruz Kazımov, ASTV İqtisadiyyat. Əziz tamaşaçılar, indi isə əmtəə bazarlarındakı qiymətlərlə davam edək. Bəli, rejissorumuzdan xahiş edək, qrafik təsviri monitora versin. Monitordan da göründüyü kimi bir qədər qarışıq dinamika bugünkü qiymətlərdə hökm sürüb. Brent markalı neftin qiymətində artım var. $78.98 sentə alıcılara təklif olunub. WTI-da isə geriləmə var. 0,17%. Azerlight'ın qiymətində də geriləmə var. Bu təxminən $3.94 sentlik geriləmədir və Azerlight bugünkü ticarət gününü $82.61 sentlə başa vurub. Təbii qazın qiymətində 0,43% artım var. Qızıl və gümüş də geriləyib. Qızılın qiymətində təxminən $8 azalma müşahidə olunub. Gümüş isə ticarət gününü $69.99 sentlə yekunlaşdırıb. Valyuta bazarlarında isə dollar əsas valyutalar qarşısında möhkəmlənib. Gəlin monitora nəzər salaq. Avro-dollar cütlüyü biz burada görürük ki, burada 1.16 səviyyədə qərarlaşma var. Dollar avro qarşısında geriləyib 0,11%. Funt sterling dollar, burada da funt sterling möhkəmlənib və 1.34 səviyyədə qərarlaşmanı görürük. Dollar Türk lirəsi qarşısında möhkəmlənib 0,7% və 46.32 səviyyədə qərarlaşıb. Rus rublu qarşısında da dollar
möhkəmlənib, eyni zamanda Çin yuanı qarşısında da möhkəmlənmənin şahidi oluruq. Azərbaycan manatı sabit qalıb, 1 dollar 1 manat 70 qəpik, 1 avro 1 manat 97 qəpik, rubl 100 Rus rublu 2 manat 34 qəpik, 1 türk lirəsi 3 qəpikdən bir qədər artıq, 1 Çin yuanı isə 25 qəpik civarında ticarət olunub. Qlobal fond bazarlarında isə qarışıq dinamika qeydə alınıb. Amerika Birləşmiş Ştatları indeksləri müsbət zonada bağlanıb. Gəlin monitora nəzər salaq. S&P 500, Dow Jones və Nasdaq Birləşmiş Ştatların indeksləridir və biz burada görürük ki, S&P 500-də 0,17% artım var və ticarət günü 7523 bəndlə yekunlaşıb. Sənaye indeksi Dow Jones burada da artım var. 137 bəndlik artım və 52137 bənddə qərarlaşmanı görürük. Nasdaq 100-də də 95 bəndlik artımın şahidi oluruq. Avropa indeksləri DAX və FTSE 100. DAX-da biz geriləmə görürük. Eyni zamanda Böyük Britaniya indeksi FTSE 100-də də geriləmə var. 0,13%. Yaponiya indeksi Nikkei 225-də isə artım var və ticarət günü 69902 bənddə yekunlaşıb. Texnologiya səhmlərində qarışıq dinamika qeydə alınıb. Apple, Nvidia və digər biz texnoloji nəhənglərin səhmlərinə gəlin monitor üzərindən nəzər salaq. Apple-ın səhmlərində artım görürük və 300 dollar 68 sentə alıcılara bugün Apple-ın səhmləri təklif olunub. Tesla və Amazon, eyni zamanda Microsoft-da geriləmələr var. Nvidia-da isə biz artım görürük 0,27% və ticarət günü 208 dollar 24 sentlə yekunlaşıb. Kriptovalyuta bazarında isə əsasən eniş müşahidə olunur. Gəlin monitora nəzər salaq. Flaqman Bitcoin-də biz geriləmə görürük 65277 dollara. Ticarət günü yekunlaşıb. Ethereum-da da geriləmə var 1,94%. Eyni zamanda Binance Coin-da isə bugün biz artım görürük. Təxminən 3 dollarlıq artım və ticarət günü 609 dollarla yekunlaşıb. Avropa Parlamenti İttifaq ölkələrində avia sərnişinlərin hüquqlarına dair yeni qaydalarla bağlı razılığa gəlib. Təşəbbüsə əsasən gələn ildən etibarən sərnişinlər kiçik çanta və ya bel çantasını təyyarənin salonuna ödənişsiz götürə biləcəklər. Bundan başqa biletin əl yükü ilə birgə qiyməti bronlaşdırmanın ilkin mərhələsində göstərilməlidir. Həmçinin aviaşirkətlər sərnişinlərə reyslərin gecikməsi və ya ləğvi ilə bağlı kompensasiyalar haqqında daha aydın məlumat verməli olacaqlar. Yeni qaydalara əsasən aviadaşıcılar 14 yaşadək uşağın onun müşayiət edən böyük şəxslə yanaşı əyləşdirilməsinə görə əlavə ödəniş tələb edə bilməyəcəklər. Avropa Parlamenti bəyan edib ki, razılaşma həm sərnişinlər, həm də aviaşirkətlər üçün şəffaflığı artıracaq. Airlines of Europe Assosiasiyası isə xəbərdarlıq edib ki, yeniliklər aviabiletlərin qiymətlərinin bahalaşmasına səbəb ola bilər. Bugünlük bu qədər əziz tamaşaçılar, sağ olun, salamat qalın.